Şəhidlərin mübarək bədənləri Kərbəla çölündə 3 gün qaldı. Bəni Əsəd qəbiləsi gəlir və İmam Zeynulabidin ağa da elmi imaməti ilə gəlir, göstərir. Çünki başsız bədəni nə bilirdilər ki, bu Qəmər-i Munir-i Bəni Haşimin cəsədidir. Hardan bilsinlər ki, bu İmam Hüseynin cəsədidir, Əli Əkbərin, Qasimin. Yeganə şəhid qeyd etmişdik öncəki xütbələrimizdə, Kərbəlanın kiçik şəhidlərindən olan Qundaq Əli Əsğəri İmam Hüseyn əleyhissalam özü dəfn eləmişdi. Şəhidlərin o başsız bədənləri qalmışdı isti qumlar üstündə. Onlar elə başa düşürdü ki, elə bilirdilər ki, bununla da Hüseynin adını tarixdən siləcəklər və Əhl-i əleyhimussalamların və haqqın o işığını, çırağını söndürəcəklər. Lakin Allah mütəal, yenilməz qüvvət, qüdrət sahibi olan Allah Kərbəlanın ikinci qəhrəmanlarını hazırlamışdı. Bəzən görürsən biri tədbir tökür, amma onun tədbiri qarşısında Allahın elə bir tədbiri var ki, o onu düşünmür. İmam Əli əleyhissalamın o mötəbər kəlamlarından da buyurur ki, bir şeyin 100% alınacağına əmin olduğum halda onun alınmadığını gördükdə və bir şeyin də 100% alınmayacağına əmin olduğum halda onun alındığını gördükdə əmin oldum ki, bu dünya mənim iradəmlə deyil, məni idarə edən varlığın iradəsi ilə idarə olunur. Yəni, bəzən insan bir şeyin onun xeyrinə olacağını düşünür, amma görürsən ziyanlı olur. Bəzən ziyanıma düşündüyün bir şey sənin üçün nə olur? Ən xeyirli, ən daha yaxşısı olur.